Seyran. Ay qaqaş, eləmə də həkim dedi ki, özünə gələcək də. Ya bilirəm, dostu sana, biz də qıraq deyil. Ne olub burada? Yaxşıdır, özünə gəlir. Tanış həkimlər var, dağızıb tüy adamlar. Yola saldım, getdilər. Yaxşı. Siz çıxın buradan. Sen de çık. Neynəmək istəyirsən sən? Neynirəm əmi? Seyran, mənim əsəblərimlə oynama. 1000 dəfə demişəm sənə. 1000 dəfə. Axı sən mənə söz vermişdin ki, bir də bu işlərlə məşğul olmayacaqsan. Yaxşıyam mən. Heç nəyim yoxdur. Heyf. Heyf sənə çəkdiyim əziyyət. Bu qədər malın, mülkün, hörmətin, şöhrətin olsun. Oğlum da ki belə. Ata tərəfdən də mənim bəxtim gətirməyib. Nə gic-gic danışırsan sən? Ha? Nə gic-gic danışırsan sən? Mənəm də həmişə kimi.